Bismillah. Martın sonuna kimi bu bürcləri triumf və varlanma gözləyir. Martın sonuna qədər bəzi bürclər üçün həqiqətən güclü enerji, uğur və maddi yüksəliş dövrü görünür. Xüsusilə bu bürclər ön plandadır. Qoç, enerji pik həddədir. Yeni fürsətləri və qəfil gəlirlər mümkündür. Risk edən qoçlar uduzmayacaq, əksinə qazanc əldə edəcəklər. Boğa, maddi baxımdan ən şanslı bürclərdən biridir. Gözlənilməz pul axını və ya borcların qaytarılması mümkündür. Səbrinin bəhrəsini görəcək. Şir, triumf sözün əsl mənasında şir üçündür. Karyerada yüksəliş, diqqət mərkəzində olmaq və böyük uğur ehtimalı var. Oğlaq, uzun zamandır çəkilən zəhmətin qarşılığı gəlir. Pul və status artımı, ciddi maliyyə sabitliyi gözlənilir. Əqrəb, gizli şans və fürsətlər açılır. Düz qərar versən, qısa müddətdə maddi vəziyyətini xeyli yaxşılaşdıra bilərsən. Qısa mesaj, bu bürclər üçün martın son günləri dönüş nöqtəsi ola bilər. Həm pul, həm də uğur baxımından dönüş nöqtəsi ola bilər.